sıradan bir kəs məyər sənə vəhim olunur? Bəli. Belə deyək də, bunlara biz dini sevdirə bilmərik. Bəli. Mələk məsələsini elə eləyək ki, bunu ya sıradan çıxarda, sıradan çıxarda. Ağıl olsun məsələn. Mələk çıxsın sıradan. Oxudu. Oxu. Quran deyib, vay siz müsəlmanlar oxumursunuz. Oxu, niyə oxu? Roman oxu. Nəyə oxu, bəli. Yox, sən öz zövqünlə deyə bilməzsən mən niyə oxuyum. Amma ayənin digəri deyir ki, vəhy olunur. Mənə vəhy olunur. Bunu niyə demirsən? Yaxşı, Peyğəmbəri özün qalxa bilmirsən, Allahı da, Peyğəmbəri də tutub dartırsan aşağı. Bəs mənə vəhy olunur, nə edəcəksən? O hissə qalır kənarda. Bəli. Və yaxud qəsdli şəkildə vəhy hissəsini kənara qoyuruq. Şərab Quranda qadağan deyil. Bu insanın zövqünə uyğundur. Məsələn, Quranda namaz yoxdur, Quranda oruc yoxdur, Quranda o yoxdur, bu yoxdur. Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun, dəyərli Quran sevərlər. Bugün öz mühazirəmizin ikinci hissəsini yayımlayırıq. Keçən mövzumuz bu cür idi ki, Quranı qəbul edirəm, Qurandan başqa heç nəyi qəbul etmirəm, hədis və sair şeylər boş şeydir deyənlər öz iddialarında nə qədər səmimidirlər, yəni onlar əslində nəyi inkar edirlər? Yəni Peyğəmbərlə özlərini eyni statusa qoyurlar, yəni Peyğəmbər sadəcə gətirdi, Quranı çatdırdı və salam, o bizi ilə eyni hüquqlu bir şəxs olacaq. Yox, yəni yoxsa Peyğəmbərin hüzurunda olduqları zaman Peyğəmbər onlara söz deyərsə, onu mütləq şəkildə qəbul etməlidirlər. Və ya onların iddiaları budur ki, Peyğəmbərlə aramızda 14 əsr vaxt keçib. Bəli, Peyğəmbərin sözü gözüm üstündə mənə əmrdir və ona tam təslim olmalıyam. Lakin və amma mən nə bilim ki, bu həqiqətən də Peyğəmbərdən gəlib çatıb, çatmayıb. Əgər iddiaları budursa və buna çıxış yolu da axtarıblar, yoxsa yox. İndi bu günləri biz bu məsələni müzakirə edəcəyik ki, Allahla bəndə və onun mesajının çatdırılmasında Peyğəmbərin hansı rolu var? Görəsən Peyğəmbər mənimlə eyni statusdadır, yoxsa yox? Yaxşı, görəsən Allah Taala Quranı bizə göndərib və bunu bizim ağlımıza mı təslim edib? Yəni, bəziləri deyir ki, Quran məyərləri bir çox yerlərdə demir ki, niyə düşünmürsünüz? Niyə ağlınızı işlətmirsiniz? Yəni, məsələ bu cürdür, yoxsa bu cür deyil. Bu günləri yenə də əziz, dəyərli dostum, qardaşım, həm məsləkim, həm söhbətim, din xadimi Samir Əzizovla bu məsələni diskussiya edəcəyik və sizin də bu məsələ ilə bağlı suallarınız və ya hansısa bir iradlarınız, ayələrlə bağlı da olsa qeyd edin ki, bizim də məqsədimiz zaten budur ki, son zamanlar üzə çıxmış həvəskar ilahiyyatçılar, hocalar və ya dinə yaxından, uzaqdan əlaqəsi olmayan kəslərin Quranı, Allahın hökmlərini öz zövqlərinə uyğun təfsir etdikləri halda biz bu məsələlərə akademik şəkildə cavab verməyə çalışırıq ki, bizə də Allah Taala bunu bizdən qəbul etsin. Buyurun Samir müəllim, bu məsələlər barədə nə müqəddimə edə bilərdiniz? Mən də öz növbəmdə əziz dinləyiciləri, Quran sevərləri Allahın salamı ilə salamlayıram. Fərdi müəllimə də öz dərin minnətdarlığımı bildirirəm ki, bu layihəni təklif edib, bu layihəni hal-hazırda belə deyək də cəmiyyət arasında layihənin işıqlandırılmasına səbəb olub. Bu məsələnin birinci tərəfi, məsələnin mövzu baxımından məsələnin əgər demək toxunası olsaq belə ki, Fərid mənim çox önəmli bir məsələnin üzərində dayandı. Peyğəmbərin hər iki halda, istər sünnətül məhkiyyədə, yəni bu günləri hədis baxımından, əlimizə yetişən hədislər baxımından, istər Peyğəmbərin öz dövründə dediyi sözlərin statusu baxımından, Peyğəmbərin rolu nədən ibarətdir? Bizlə eyni bərabər hüquqludur, yoxsa yox? Yəni, bəzi məsələlər var ki, belə işıqlandırırlar ki, hətta bu həddə gəlib çatırlar ki, sünnətül məhkiyyəni biz inkar bu mənada eləyirik ki, uydurulma ola bilər, falan ola bilər. Amma tutaq ki, sünnətül vaqiyyəni qəbul edirik. Peyğəmbər bir söz işlədir,
o sözü biz qəbul edirik. Yəni peyğəmbər Quranla bağlı söz deyirsə biz onu qəbul edirik. Burası önəmlidir. Quranla, məhz Quranla bağlı bir söz deyirsə biz bunu qəbul edirik. Problem yoxdur. Və yaxud biz onu ağıl süzgəcindən keçirdirik və biz onu ağıl meyar qoyduqdan sonra onu qəbul edirik. Bu zaman meyar kim olur? Ağıl meyar olur, yoxsa peyğəmbər meyar olur? Gözəl. Peyğəmbərin sözü höccət Mənə olur. çatmır. Peyğəmbərin sözü mü höccət olur, yoxsa ağıl mı höccət olur? Bunun özü bir dənə müzakirə açıq məsələdir. Bunu öz yerində eləyəcəyik. Ağıl burada höccətdir, yoxsa peyğəmbər sözü? Peyğəmbər sözünü bir mənalı şəkildə qəbul etsək, məsələn, bəzi məsələlər var ki, ağla zidd deyil. Sadəcə ağılla dərk olunmayan məsələdir. Məsələn, Qurandan bir qeybi məsələ. Buyurun. Mən yadıma düşdü, tez-tez peyğəmbər deyirsiniz. Bir dəstə adam var, belə şeylərə qıcıqdılar. Deyir, peyğəmbər nə işləyirsən? Nəbi. Məhəmməd Nəbi. Adam deyir ki, yaxşı, eyni halda həm də rəsuldur. Niyə rəsul demirsən, məhz nəbi deyirsən? Rəsul demirsən, nəbi deyirsən, niyə? Məsələn, Quranda namaz yoxdur, salat. Oruc deyir, siyamdır. Bu, mən bilmirəm, bu niyə görə bir tendensiya çıxır. Həm də əziz izləyicilərə bunu da qeyd edim ki, bizim yenə dediyim məqsədimiz Quran ayələri işığında nələrisə müzakirə etməkdir. Nəinki biz burada hədis-şünaslığın əsaslarından danışmırıq. Lap tutalım, sabit etdik ki, biz ki, Peyğəmbərin öz dövriyyəsi, rolu var və onun Qurandan əlavə olan əmr və qadağaları da bizə şərən əməl etməmiz vacibdir və ona qəsdən çıxmağımız da haramdır. Lap sabit etdik. Lakin indi kimsə deyə bilər ki, yaxşı, onda bunu qəbul elədim. Mən nə bilim, Peyğəmbər bunu deyib, deməyib. Bu artıq başqa ixtisas söhbətidir, hədis-şünaslıqdır ki, hədis-şünaslıq bilirsiniz ki, hədis-şünaslığı öyrənmək üçün cəmaət akademik şəkildə 30 il, 40 il dərs öyrənir və üstəlik bunun yəni ricalı var, tutalım ki, dirayə elmi var. Bəli, hədis-şünasların əhvalını, onların bioqrafiyasını öyrənən elmi var, dirayəsi var. Sən hədisləri ümumiyyətlə məzmunu, mənası və s. cəhətdən ayırt etməli bacarmalısan. Yəni təsəvvürünüzə gətirin ki, bu məsələdə akademik bir təhsil alasan və sonradan dinlə yaxından, uzaqdan heç bir əlaqəsi olmayan bir kəs gəlsin desin ki, hamısı boş şeylərdir. Yalandır, nağıldır, bəh-bəh. Belə insanları, zəhmətkeş insanları alqışlamaqdan başqa bir şeyimiz yoxdur ki, təsəvvürünüzə gətirin ki, bir insan bir sahədə mütəxəssis akademikdir və sıradan biri qayıdıb deyir ki, yox, mənim zövqümə, mənə belə gəlir, mənim ağlım belə qəbul eləmir, mənə görə, məgərləri Quranda elə Yusif Peyğəmbərin əhvalatında da deyilmir ki, hər ağıldan üstün daha ağıl sahibi var. Sən niyə əsasən öz ağlını daha üstün ağıl çərçivəsinə salmısan? Və ya sən sıradan bir kəs, məyər sənə vəhim olunur? Bəli. Yəni Peyğəmbərlə öz statusunu bərabərliyə çatdırmaq istəyərkən sənə vəhim olunub. Məyər sən Cəbrail mi görmüsən? Məyər sən elə bilirsən ki, sadəcə belə telefona mesaj gələn kimi gəlir ki, oxu günən vəssalam. Sən o halı necə izah edə bilərsən? Samir müəllim mövzumuza davam edə inşallah bu məsələlərə toxunarıq. Fərid müəllim əslində məsələləri çox gözəl şəkildə əhatələndirdi. Əslində bunlar hər biri önəmli məsələdir. Mən bir məqamı qeyd edeyim, yeri gəlmişkən. Bəli. Əvvəlcə bir çox fikirlərin müəllifi, bəziləri ki, bunu özlərinin həm müəllif kimi təqdim edirlər ki, bu Peyğəmbər dedikdə Nəbi, Rəsul, gərək bunlar bir-birindən ayrı oluna, Nəbi ayrı. Onun üçün xüsusi bir verilişimiz olacaq. Ayrıca toxunacaq. Sadəcə burada bir altın çizək, bir-iki cümlə bu məsələ barəsində danışmaq istəyirəm. Nəbi ayrıdır, Rəsul ayrıdır, bunlar ayrı dəyərləndirilməlidir. Bəli, haqlıdırlar. Mən haqq verirəm o şəxslərə. Sadəcə bu fikirləri müəllif olaraq özünüzü təqdim eləməyin. Yəni bunu deməyin ki, bu fikrin müəllifi mənəm, cəmiyyətdə. Biz bundan da xəbərdarıq.
araşdırmışıq ki, məsələn, Əhməd Sübhi Mənsur adında bir şəxsdir, alimdir. Məsələn, deyək də, son 10 illərdə yazdığı kitablardandır ki, Quran kifayət etməsi barəsində kitab yazıb, Nəbi və Rəsulu ayırıb və bu barədə xüsusi kitab təxsis edib. Və biz bu kitabları oxumuşuq, xəbərimiz var. Yəni deyə bilməzsiniz ki, bu adam, bu şəxslər bu kitabları oxumurlar. Xeyr, bu kitablardan sadəcə o sonradan müəyyən ölkələrdən gəzə gəlib axırda bizim ölkəmizə gəlib çıxanda bir neçə əl dəyişdirdikdən sonra hətta görürsən ki, o müəllifin demək istədiyi söz qalır kənarda, təhrif olunaraq başqa bir formada bizim əlimizə yetişmişdir. Bununla işimiz yoxdur. Amma bunların da hər birinin Fərid müəllim dediyi kimi hər birinin öz hamısı öz kontekstində cavabları veriləcək. Bundan işimiz yoxdur. İndi qaldıq məsələ, bayaqki məsələnin üzərində toxunmaq istəyirəm. Və Fərid müəllimin o fikrinə öz rəyimi bildirmək istəyirəm ki, bəli, bəzi məsələlər ixtisas məsələləridir. Çalışıb bu məsələdə diqqətli olaq. Çünki hədisşünaslıq sahəsində çoxlu sayda ölkəmizdə mütəxəssislər var. Hədisşünaslar məsələnin irdələyiblər, hər hədisə yanaşmaları fərqlidir, fərdidir və bu məsələlərdə ehtiyatlı olmaq lazımdır ki, hədisi inkarçıları bu məsələlərə diqqət eləməlidir. Bununla məsələni də eləmək istəmirəm ki, təxsis eləmək istəmirəm ki, sadəcə Peyğəmbər barəsində biz məsələnin özəyinə gələk. Peyğəmbərin statusundan danışırıq. Peyğəmbərin statusu barəsində biz dedik ki, bu günləri biz ağlımızla məsələni ölçmək istəyirik. Əvvəlcə Qurana baxaq. Quranı biz, Allah Quranda onlar ağıl etməzlərmi, onlar düşünməzlərmi, onlar tədəbbür etməzlərmi ki, ayələri göndərib, ayələr var ki, biz bu barədə toxunarıq, lazım gəlsə ayələrin yerlərində göstərərik ki, bu da ayrıca bir mövzudur. Söz, bəli. Yox, və yaxud da deyirlər, Quranın ilk əmri oxudur. Oxu, Quran deyib, vay siz müsəlmanlar oxumursunuz. Oxu, niyə oxu? Roman oxu. Nəyə oxu, bəli. Yox, sən öz zövqünlə deyə bilməzsən mən niyə oxuyum. Gərək sən biləsən ki, Allah səndən neyi tələb edir oxumağı. Bu belə deyil ki, mən öz zövqümə uyğun deyim ki, oxu, bəli, çox gözəl, romantik, bədii, ədəbi sözlər özümdən deyim ki, Allah deyir, oxu, bəli, oxu, ay cahil müsəlmanlar, oxumadınız, siz bura gəldiniz, düşürsünüz. Oxu, neyi oxu? Bəli, çox önəmli. Yəni onu demək istəyirəm ki, öz rəyinizlə, yəni hər şeyə cavab vermək məsuliyyət daşıyır. İnşallah qismət olsun bununla da bağlı öz dillərinizlə deməyin ki, bu halaldır, bu haramdır. O ayənin ətrafında da biz danışarıq ki, bu nə qədər ağır bir məsələdir ki, siz dediyiniz kimi ağıl var deyir, niyə düşünmürsünüz, niyə falan eləmirsiniz? Yəni Quran demişkən siz Quranın bir hissəsini qəbul edib digərini rədd edirsiniz. Bu o ayələrə aiddir ki, o ayələrdə insan ağlının rolu var. Yəni Allah hansısa bir tədəbbürə dair misal çəkir, kainatda hansısa bir məsələ ilə bağlı bir məsələ çəkir. Düşünün insan, yəni bu məsələdə sənin icazə verilib, sən düşünəsən və qərar çıxardasan, sənin bu məsələdə səlahiyyətin var. Amma bəzi məsələlər pərdə arxası məsələlərdir. Metafizikadır. Bunu dana bilmərik. Bu günləri insanların xoşuna gəlsin deyə. Xoşuna gəlsin deyə. Məsələn, bəzi insanlar əgər mələklərə iman gətirsə, bunlar, belə deyək də, bunlara biz dini sevdirə bilmərik. Mələk məsələsini elə eləyək ki, bunu ya sıradan çıxarda, ağıl olsun məsələn. Mələk çıxsın sıradan, cin olmasın, başqa şeylər olsun. İnsanlara bir əlçatan bir şey təqdim eləyək, insanlara məsələləri əlçatan eləyək. Samir müəllim, Peyğəmbər deyir ki, Quran ayəsi deyir, o da sizin kimi bəşərdir, ayənin bir hissəsini deyir də. Mən də sizin kimi bir bəşərəm, sıradan bir şeydir, yəni ki, sıradan bir insandır. Amma ayənin digəri deyir ki, mənə vəhy olunur. Bunu niyə demirsən? Yaxşı, Peyğəmbəri özün qalxa bilmirsən, Allahı da, Peyğəmbəri də tutub dartırsan aşağı.
Mənə vəhy olur, nə edəcəksən? O hissə qalır kənarda. Bəli. Və yaxud qəsdli şəkildə vəhy hissəsini kənara qoyuruq. Məsələ burasındadır ki, çox önəmlidir. Əgər Quran sevərlərdən, əlbəttə ki, Quran sevərlər biz çıxışımızı dinləyir, mühazirəni dinləyirlər. Bu əlbəttə ki, müqəddimə məsələlərdir. Biz bilməliyik ki, Qurana yanaşdığımız zaman biz qeybə iman gətirdiyimiz zaman bu məsələlərdə bizim ağlımızın, təfəkkürümüzün rolu nə qədərdir? Hara qədər bizim ağlımızın rolu var? Əlbəttə ki, burada giriş, açar rol oynayır ki, ağıl bu məsələləri bizə təslim etdikdə, Peyğəmbərə iman gətirənə qədər, bu məsələ Allahı qəbul edənə qədər bu məsələlərdə bizim üçün ağıl bir rol oynadı və biz bunu təsdiqlədik. Təsdiqlədikdən sonra artıq Peyğəmbərin sözü bizim üçün Allahın sözü bir mənalı. Bütün Peyğəmbəri hələ kənara qoyuruq. Allahın sözü bir mənalı şəkildə Allahın sözü bizim üçün sabit olduqdan sonra ki, bu Allahın sözüdür və Allahın sözünün Allahın bizim üzərində səlahiyyəti sabit olduqdan sonra ki, Allahın bu məsələdə bütün sözlər bizim üçün hüccət sayılır. Hüccət sayıldıqdan sonra artıq qeyb desə gərək qəbul eləyək. Mələk desə qəbul eləyək. Əlbəttə ki, indi burada başqa bir məsələlər var. Bəziləri də buna gedirlər ki, sən düz başa düşməmisən. Mələk deyirdi, qeyb deyildi, cin deyildi. İsa Peyğəmbər belə. Buna sonra gələrik. Amma gəl bu günləri qəbul edək ki, o yoxdur, bu yoxduran məsələlərlə çıxdaş eləsək, onda Quran-ı Kərimin əksər hissəsini biz yozmuş oluruq və yozduğumuz zaman da belə deyək də, Qurandan bir şey qalmır. Yəni, Allahın dininin müqəddəsliyindən, Allahın dininin ilahi tərəfindən bir şey qalmır. Məsələləri hamısını gətiririk. Ancaq insan fəhminə, o insan fəhmi, o insan düşüncəsi ki, müəyyən bir həddə qədər məsələləri analiz eləmə qabiliyyətindədir. Samir müəllim, bu məsələyə də toxunum. Əzizlər, məsələ o qədər uzundur ki, biz çalışırıq qısa videolarda müəyyən mərhələli şeylərə toxunaq. Bir dənə də onu qaydım deyim ki, insanların zövqlə dini mənimsəmələri trendə çevrilib. O da nədir? Məsələn, kimsə desə ki, şərab Quranda qadağan deyil. Bu insanın zövqünə uyğundur. Məsələn, Quranda namaz yoxdur, Quranda oruç yoxdur, Quranda o yoxdur, bu yoxdur. Allahın bəndələrin üzərinə qoyduğu bütün şəri hökmləri məharətli bir bəlağət və fəsahətlə çıxartdı. Və insan da deyir ki, nə gözəl, mənim onda üzərimdə bir şey yoxdur ki, bax ki, orada gör ki, qumarda bəlkə var. Bəlkə gör necə çıxartarsan, bəlkə qumarı da caiz elə, sələmi də caiz elə, digər şeyləri də caiz elə. Mən hələ görməmişəm ki, bu zövqlə rəy edən adamlar insanlara hansısa bir əməlləri qoysunlar. Məsələn, düşünlər ki, oruçdan əlavə sənə bu da vacibdir. Namazdan əlavə sənə təhəccüdü də, məsələn, gecə namazını da qıl. Bundan əlavə yox. Bütün bu kəslərin vəzifəsi sanki insanların üzərindən bütün öhdəlik və əməlləri götürmək və sadəcə dini taxtçalara qoyulacaq Quran səviyyəsinə gətirib çıxarmaqdır. Maraqlıdır ki, həmin adamlar etiraz elədilər ki, siz Quranları parçaya büküb evin yuxarı hissəsində qoymusunuz. Siz onu düşürdüb stol kitabı eləməlisiniz, gözüm üstündə. Stolun üzərinə düşürtdü, həmin adamlar öz rəyləri ilə Quranın bütün sözlərini qüvvədən saldılar və onu yenidən bir parçaya bükdülər, təzədən taxtçaya qoydular. Buyurun, Samir müəllim. Fərid mənim bir dənə önəmli əziz dinləyicilər, Fərid mənim çox önəmli bir dənə məsələnin üzərinə toxundu. Ki, mən istəyərəm diqqətiniz burada olsun. Yəni, insanların xoşuna gəlmək üçün sözlər demək. Çox önəmlidir ya. Yəni, sən insanlara elə bir sözlər deyəsən ki, insanlar bunu xoşlayırlar, sevirlər, əla, gözəl sözdür. Və insanların əlində də heç bir ölçü yoxdur sənin sözü ölçə. İnsanlar mütəxəssis deyil. İnsanların mütəxəssis olmamasından istifadə edərək, onlara xoş gələn sözü deməklə, onların nəfsinin istədiyi sözü deməklə ciddi bir dənə
ciddi böyük bir səhv etmiş oluruq, ciddi bir. Mən bunu Quranla əsaslandıracağam. Bir dənə ayə deyəcəm. Və bu məsələni üzərində durmağınızı xahiş edirəm. Bəli. Ki, əziz Quran sevərlər, bu ayə diqqət eləyin. Qurani-Kərimin Ənam surəsinin 112-ci ayəsi. Ənam surəsinin 112-ci ayəsi. Deyir ki, və kəzəlikə Bismillahirrahmanirrahim və kəzəlikə cəalnə likulli nəbiyyin aduvvən şəyatinəl insi vəl cinni yuhi ba'duhum ilə ba'din zuxrufəl qavli qurura. Diqqət eləyin ayə. Beləliklə biz hər bir peyğəmbər üçün, hətta bizim peyğəmbərimiz üçün də insanlardan və cinlərdən olan şeytanlardan düşmənlər müəyyən etdik. İnsanlar və cinlərdən olan düşmənlər müəyyən etdik. Nə üçün? Bunlar aldatmaq məqsədi ilə bir-birlərinə təmtaraqlı sözlər təlqin edərlər. Yəni zuxrufal qul, bərbəzəkli sözlər təlqin edərlər. Bax, önəmlidir ya. O sözlər ki, insanların xoşuna gəlmək üçün deyilir. Yəni, heç bir həqiqət payı yoxdur. Amma çox gözəl sözdür, populist sözdür. O sözü, məsələn deyək, bir də misal deyək, sadə bir misal deyək. Cin mənim ağlıma batmır. Cinin həqiqəti mənim ağlıma batmır. Ağlım bunu qəbul etmir. Və mən bir adam axtarıram ki, çıxsın desin, həm Quranı qəbul et, həm də cin anlayışı Quranda. Gəlir deyir ki, cin anlayışı yoxdur. Bu da sanki bir dənə növbəsini gözləyirdi bu adamın bu sözü deməsin ki, bir nəfər çıxıydı, deyirdi ki, cini çıxsın Quranda. Bəli, əsl alim də odur. Əsl alim budur. Bax, mən bunu istəyirdim. Mən bunu deyirdim ki, cin anlayışını inkar etsin və mən Quranı qəbul edeyim. Bu öz növbəsini gözləyirdi. Bu adam da çıxdı, dedi ki, cin yoxdur. Cin anlayışı Quranda yoxdur və bu da dedi ki, bax, həqiqi İslam alimi budur. İndi maraqlı nədir? Bu Allah Quranda deyir ki, biz insanlardan və cinlərdən olan şeytanlara bilirsiniz nəyə təlqin eləmişik? Təmtaraqlı sözlər, bərbəzəkli sözlər. Yəni, nə üçün? Ayənin davamında deyir, aldatmaq məqsədi ilə. Yəni, Allahın demək istədiyi məsələ qalır kənarda. Sən bunu insanları aldatmaq üçün qəşəng bir sözlər deyirsən. Və Qurani-Kərim deyir ki, səhv eləmirəmsə Fatır surəsində bir ayə var. Fərd müəllim, əgər mən indi siz istəyirsiniz axtarım. Bəli. Mən bu ayəni məsələn qeyd edim ki, dediyimiz kimi ki, indi həm də ayələrin söz tərcüməsi barəsində desək, və kəzəlikə və beləcə cəalnə biz qərar verdik likulli nəbiyyin aduvvə, hər bir peyğəmbər üçün bir düşmən qərar verdik. İndi məsələ burasındadır ki, deməli, hər bir peyğəmbər üçün bir düşmən də qərar verilib. Kimdir bu düşmənlər? İndi qeyd edilir ki, şeyatinəl insi vəl cin, insanlardan və şeytanlardan ibarət olan, insanlardan və cinlərdən ibarət olan şeytanlardır. Yəni, şeytan təkcə xüsusi bir varlıq iblis deyil. Bəli, iblis də şeytandır. İnsan da şeytan ola bilər. Və ondan sonra cin də ola bilər. İndi biz cin haqqında məlumatımız nədir, nə deyil, onu kənara qoyuram. Yəni, o əlavə bəhs istəyir. Məsələ burasındadır ki, bəzən biz İslam üçün düşmən axtarırıq. Mən nə bilim, mən bəlkə özüm hər bir peyğəmbər üçün bir düşmən qərar verdim, mən düşdüm. İndi məsələ burasındadır ki, orada qeyd edir ki, yuhi ba'duhum ila ba'din zuhrufal qawl. Onlardan bəziləri digərlərinə bərbəzəkli sözləri neynirlər Samir müəllim? Təlqin edirlər. Yuhi, vəhy edirlər. Ay ağlım. Bunu necə təyin edəcəksən? Nəyə əsasən sən bu vəhy sözünü necə mərtəbələşdirəcəksən? Quranda deyilir ki, biz bal arısına vəhy etdik.
Allah Taala Cəbraili nazil etdi bal arasına. Necə təyin edəcəksən? Yox, mənim ağlıma görə gözüm biraz düşünüm. Quranda vəhy hansı mənalarda gəlib? Təqva hansı mənalarda gəlib? Hər yerdə eynidirmi? Hər yerdə gələn vəhy eynidirmi? Bəziləri bəzilərinə biz deyirik, təlqin edirlər. Orada odur ki, yəni mesaj çatdırır. O bərbəzəkli sözü götürüb çatdırırlar orada. İndi bizim də məsələmiz əsas ki, ağılla, zövqlə və sair şeylərlə olmaya Allah eləməsin ki, biz də hər bir peyğəmbər üçün təyin edilmiş düşmənlərin zümrəsinə düşərik, Allaha pənah. Və bu mövzuda bir ayəni də qeyd edeyim ki, Fərd, bu çox önəmli ayədir. Fatır surəsinin 5-ci ayəsində, yəni daha doğrusu ayənin bir hissəsində deyir ki, "Və la yəğurrannakumu billahil qarur." Şeytan sizi Allahla aldatmasın. Vaxt. Yəni elə ayə ilə anladır. Fatır neçə idi? Fatır surəsi 5-ci ayədə. 5-ci ayə. Allahla aldatmasın şeytan sizi. Yəni sən başqa söz demirsən ki, elə gedirsən Quran ayəsinə istinad edirsən. İstinad elədiyin məsələ elə Quran ayəsidir. Sən Quran ayəsi ilə danışırsan, amma necə danışırsan? O şeytanın təlqini vasitəsilə öz çıxarışın əsasında, bu öz çıxarış da məqbuldur ya. Əgər bir üsul varsa, əgər bir metodika varsa, alimlər bu məsələdə azaddılar ki, metodikaların qoysunlar, öz üslubları əsasında, öz fən şəklində bu məsələnin çıxarışlarını qoysunlar və desinlər ki, bu əsasda mənim nəzərim bundan ibarətdir. Mənim çıxarışım bu məqbuldur. Biz bunu inkar etmirik. Amma o bayaqlar dediyim kimi bir cəmiyyət ki, bu ümumiyyətlə Quran mütəxəssisi deyil. Amma o cəmiyyətin xoşuna gələn sözü manipulyasiya eləyərək zuxrufal qavl, onları üçün bərbəzəkli olan sözü gündəmə gətirib, hətta onun gündəmində olmayan məsələləri belə bugün gündəmə gətirib, o məsələlərdə öz rəyini Quran ayəsi kimi, vəhiy kimi cəmiyyətə çatdırmaq çox təhlükəlidir. Açıqlamanı necə verdiniz? Vəhiy kimi çatdırmaq. Bəlkə də bayaq ki, yuhi ifadəsi var idi ya. Elə o da elə belə boş-boşuna verilmir. Vəhiy kimi çatdırır. Bərbəzəkli sözlərin ki, orada qurur sözü işlənir və buradan gözəl bir əlaqə yaratdınız. Burada da ki, qeyd edir ki, səni Allahla yalan danışan, o həmin qarur allatmasın. Məsələ burasındadır ki, bu dəqiqə gənclər də izləyirlər bizi, deyirlər, sorğulamaq lazımdır. Gözəl. Əzizlər, sorğuluyursunuz hər şeyi. Sizə sorğuluyun deyən insanlara da sorğuluyun. Bax, məsələ burasındadır. Mən nə bilim ki, mənə o vəhiy adı ilə rəyini bildirən adam, bəlkə hələ Allahın ayədəki qeyd etdiyi ki, sizi yalan danışan adam, o qarur ki, sizə bərbəzəkli sözləri vəhiy edir, dırnaq arasıya, gözəl də ifadə edir. Nə biləsən, bəlkə həmin adam adamı pıç-pıçla edə üzü cəhənnəmə aparacaq. Bəli, çox önəmlidir. Samir müəllim, bu günləri indi baxmayaraq ki, indi vaxt da indi bitdi. Vaxtımız bitdi. Orada biz düz Peyğəmbərin rolundan danışacaqdıq. Amma bu səfər ağılın bu məsələlərdə roluna müəyyən qədər toxunduq da. İnşallah bu silsilə bizim görüşlərimiz davam edəcək. Çünki biz bir neçə dənə ayəni Peyğəmbərin o rolu üzərində təhlil edib araşdırmalıyıq. İndi sizin də nəsə bir bu barədə tənqidləriniz və yaxud da ki, təqdirləriniz olsa, bölüşün bizimlə. İnşallah biz onlara cavab verməyə çalışacağıq. Allah amanında olun, özünüzə müğayət olun.